Gecənin ikisi, Sibirin sümüyə işləyən soyuğunda, tənha bir qadın yol kənarında dayanıb. O maşın axtarır. Ətrafda heç kim yoxdur. Uzaqdan farlar yaxınlaşır. Maşın yavaşlayır. Şüşə aşağı düşür. Sükan arxasında gülümsəyən bir kişi var. Formalı, rəsmi, etibarlı görünüşlü. O bir polis idi. Qadın maşına minir. Çünki buna inanır. Polis insanı qoruyur. Polis təhlükəsizlikdir. Bu gecə o həyatının ən böyük səhvini edir. Amma bu yalnız bir gecənin hekayəsi deyil. Bu səhnə 19 il boyunca dəfələrlə, onlarla, bəlkə 100-ə yaxın dəfə təkrarlanıb. Bu adam Mikhail Popkov idi. Rusiya tarixinin ən çox qurban alan seriyalı qatili və ən qorxuducu tərəfi isə bu idi. Kimsə ondan şübhələnmirdi, çünki o polis idi. Kanalımıza yeni gəlmisinizsə, abunə düyməsini sıxın. Çünki bu kanalda Azərbaycanın heç bir yerdə bu qədər detallı danışılmayan cinayət hadisələrini izah edirik. Mikhail Viktoroviç Popkov Sibirdə, Angarsk şəhərində dünyaya gəldi. Angarsk, Moskvadan 4200 km şərqdə yerləşir. İrkutsk vilayətinin içlərində, soyuq və sənaye şəhəri. Sovet İttifaqının minlərlə anonim şəhərindən biri, heç nə ilə seçilmirdi. Sənaye müəssisələri, panel binalar, dar küçələr. Popkov burada böyüdü. Ordu sıralarında xidmət etdi. Sonra polis akademiyasına daxil oldu. Forma geyindi, and içdi, evləndi, qızı oldu. Qonşular onu sakit, ciddi, ailəsinə bağlı bir insan kimi tanıyırdı. Zahirən mükəmməl bir həyat, amma içəridə başqa bir dünya vardı. İndi belə bir sual ortaya çıxır. İnsanlar necə bu qədər ikiyüzlü ola bilər? Gündüz qanun qoruyucusu, gecə isə dəhşətli cani. Bunun cavabını tapmaq üçün 1991-ci ilə gedək. Sovet İttifaqı dağılmışdı. Rusiya xaos içində idi. İqtisadiyyat çökmüşdü. Cinayətkarlıq zirvəyə çatmışdı. Mafiya küçələri idarə edirdi. Qətillər, soyğunlar, qaçaqmalçılıq, hamısı gündəlik həyatın bir parçasına çevrilmişdi. Polis özü belə bu xaosla başa çıxa bilmirdi. Məhz belə bir mühitdə 1992-ci ildə Mikhail Popkov ilk addımını atdı. Popkovun metodu sadə idi. Sadə, amma soyuqqanlı. Növbədənkənar günlərini o çox vaxt gecə saatlarında keçirirdi. Polis formasını geyinir, bəzən xidmət maşınını götürür və şəhərin küçələrini dolaşırdı. Tənha, harasa gecikmiş qadınlara yaxınlaşırdı. Maşın təklif edirdi. Soyuqda, gecənin içində, yorğun bir qadına polis maşın təklif edirsə, kim imtina edər? Qadınlar minirdi, çünki güvənirdilər. Popkov onları şəhər kənarına aparırdı. Tənha meşələrə, yolların ucqar döngələrinə. Orada balta, bıçaq, hətta tornavida ilə dəhşətli ssenarilərini işə salırdı. Cəsədləri meşəyə atır, yol kənarına tullayır. Bəzən isə birbaşa qəbirstanlığa aparırdı. Qurbanlarının demək olar ki, hamısı 16-40 yaş arasındakı qadınlar idi. Aralarında tələbələr, işçilər, ev xanımları vardı. Cəmi bir istisna var. Bir kişi. Həmin gecə təsadüfən onun maşınına minən başqa bir polis məmuru. İstintaq materiallarına əsasən Popkov qurbanlarını illər sonra belə ətraflı xatırlayırdı. Üzlərini, geyimlərini, döymələrini, taxtıqları zinət əşyalarını, hər detalı yaddaşında saxlayırdı. Bu, onu biraz daha dəhşətli edirdi. Öldürdüklərini unutmaq istəmirdi, xatırlamaq istəyirdi. Özünü isə şəhəri təmizləyən biri kimi görürdü. Müstəntiqlərlə olan söhbətlərinin birində belə demişdi. Mən küçəni pis qadınlardan təmizləyirdim. Sonradan ona təmizlikçi ləqəbini də verdilər. Amma onun qurbanlarının böyük çoxluğu sıradan qadınlar idi. Onlar tək başına gecə küçədə idilər. Yalnız bir nəfərə güvənmişdilər. 1992-dən 1998-ə qədər Popkov aktiv polis məmuru idi. 1998-ci ildə xidmətdən ayrıldı, lakin qətillər dayanmadı. Keçmiş polis forması olmasa da eyni maşın, eyni metod, eyni gecə saatları davam edirdi. 2007-ci ilə qədər, sonra qısa bir fasilə, sonra yenidən 2011-ci ilə qədər, cəmi 19 il. Bu müddət boyunca Angarsk əhalisi qorxu içində yaşadı. Qadınlar gecə tək küçəyə çıxmaqdan çəkinirdi. Şəhərdə manyakdan fısıltı ilə danışılırdı. Amma heç kim
kim bu manyakın kim olduğunu bilmirdi. Müstəntiqlər də bu dosya qarşısında aciz idilər. Bunun bir neçə səbəbi vardı. Birincisi, o dövrdə Anqarskda qətillər adi hala gəlmişdi. Mafiya hesablaşmaları, narkotik dünyasının qurbanları, küçə davaları, bir qadın cəsədi tapılanda müstəntiqlər çox vaxt onu başqa cinayətlərə bağlayırdı. Ya da sənədi axtarılır qeydi ilə bağlayıb növbəti dosyaya keçirdi. İkincisi, Popkov öz həmkarları ilə çiyin-çiyinə işləyirdi. Sabah sübh tezdən cinayət yerinə gedən polis dəstəsinin bir üzvü idi. Kim polis məmurunu şübhəli sayardı. Məhz bu, onun ən böyük silahı idi. Güvən, insanların sistemə güvəni. 2000-ci illərin ortası. Rusiyada müstəntiqlər köhnə işləri yenidən açmağa başladı. Bu dəfə əllərindəki silah fərqli idi. Müasir DNT analizi. İllər əvvəl cinayət yerlərindən götürülmüş bioloji nümunələr yenidən laboratoriyaya göndərildi. Nəticə şok edici oldu. Fərqli ərazilərdə, fərqli illərdə baş vermiş bir neçə qətil eyni DNT izini daşıyırdı. Bu o demək idi ki, bütün bu qətilləri bir nəfər törətmişdi. Profil çıxarıldı. Orta yaşlı kişi, bir avtomobilə sahib, keçmişdə dövlət xidmətlərində çalışmış. Avtomobil izləri, şahid ifadələri, şəhərin qeydiyyat siyahıları, hamısı bir-biri ilə uyğunlaşdırıldı. Hər iz eyni istiqamətə gedirdi. 2012-ci il Mikhail Popkov o vaxt artıq Anqarskı tərk etmiş, Vladivostokun yaxınlığına köçmüşdü. Sakit bir həyat qurmuşdu. Yenidən adi bir vətəndaş görünüşündə idi. Saxlanıldı. İlk dindirilmədə inkar etdi. Sonra sübutların gücü qarşısında bu divar çatladı. Etiraf etdi. Bir deyil, iki deyil, onlarla qətli etiraf etdi. Müstəntiqlərə cinayət yerlərini, qurban qalıqlarını, istifadə etdiyi silahları tapmaqda kömək etdi. 15, hətta 20 il əvvəlki hadisələrin hər detalını xatırlayırdı. 2015-ci ilin yanvarı İrkutsk məhkəməsi Mikhail Popkov o vaxta qədər təsdiqlənmiş 22 qətlə görə ömürlük həbs cəzasına məhkum edildi. Dövlət pensiyasından da məhrum edildi. Amma hekayə burada bitmədi. Həbsxanada müstəntiqlərlə görüşlər davam etdi. Hər görüşdə yeni detallar ortaya çıxdı. Popkov danışırdı. Sanki bundan zövq alırdı. Qurbanların geyimlərini, hər hadisənin yerini, istifadə etdiyi alətləri dəqiqliklə izah edirdi. 2018-ci ilə qədər əlavə 59 qətlə etiraf etdi. 10 dekabr 2018, ikinci məhkəmə. 56 əlavə qətl üzrə, ikinci ömürlük həbs. Rusiya hüquq tarixinin ən nadir hadisələrindən biri. Eyni şəxsə ardıcıl 2 ömürlük cəza. Hal-hazırda o, Qara Delfin həbsxanasında saxlanılır. Bu müəssisə Rusiyada yalnız ömürlük məhkumlar üçün nəzərdə tutulur. Gündəlik rejim son dərəcə sərt, azad hərəkət demək olar ki, yoxdur. Çıxış yolu yoxdur. Gəlin rəqəmlərə baxaq. Rəsmi məhkumiyyət 78 qətl. 2025-ci ildə Popkov yeni etiraflar etdi. 2011-ci ildə bir təmizlikçi qadını balta ilə vurduğunu, cəsədi yandırdığını söylədi. 2008-ci ildə isə 2 qadını bir meşə yolunda boğduğunu açıqladı. Bu etiraflardan sonra rəsmi qurban sayı 92-yə çatdı. Amma müstəntiqlərin qorxusu başqadır. Onlar hesab edir ki, Popkovun bütün fəaliyyəti araşdırılsaydı, həqiqi sayın 100-dən çox ola biləcəyi anlaşılardı. Hətta 200-ə yaxın. Bəli, 100-dən çox insan. Mikhail Popkov bugün Rusiya tarixinin ən çox qurban alan serial qatili kimi rəsmi şəkildə qeydə alınıb. Bu qətl sayı Sovet dönəminin ən dəhşətli adı Andrey Chikatilodan, yəni Rostov cəlladından belə çoxdur. Psixiatrik ekspertiza isə bir mənalı qərar vermişdi. Popkov tamamilə sağlam ağla sahibdir. O, hər qətli şuurlu şəkildə törətmişdi. Dəli deyildi, xəstə deyildi. O, hər dəfə seçim edirdi. Mikhail Popkovun hekayəsi bizi bir şeylə üz-üzə qoyur. Ən təhlükəli insanlar həmişə kölgədə gizlənmir. Bəzən forma geyinir, bəzən sizin üçün qapı açır, bəzən sizi qoruyacağına and içir. Anqarsk qadınları gecə küçələrdən qorxurdular, yad birindən qorxurdular. Amma heç biri düşünmürdü ki, ən böyük təhlükə polis nişanı taxan birindən gəlsin. Popkov 19 il bu güvən üzərindən yaşadı. 19 il boyunca heç bir şübhə onun üstünə kölgə salmadı. Çünki sistem ona inanırdı. Bu hekayə yalnız bir qatilin hekayəsi deyil. Sistemin boşluqlarının, bir cəmiyyətin xaos içindəki korluğunun hekayəsidir. Bugün Popkov Qara Delfinin divarları arxasında oturur. Ömürlük, ikinci ömürlük, çıxış yoxdur. Amma 92 qurban artıq evlərinə qayıda bilmir. Bəyəndinizsə like düyməsini basmağı unutmayın. Bu videoları hazırlamaq ciddi araşdırma tələb edir. Kanalı izləyin, çünki bu cür az danışılan cinayət dosiyələrini açmağa davam edəcəyik. Növbəti videoda görüşənədək.